Şahik hərəkətlərin aerob rejimdə icrası nədir? Ümumi dözümlük. Aha, anaerob. Xüsusi dözümlük. Anaeroba hansı hərəkət qabiliyyətlərə aid edirsən? Özündən başqa hər birinə. Aysol, özündən başqa hər birinə. Bəs aerobu? Aerob təkcə dözümlük. Təkcə dözümlüydür. Yaxşı, sən mənə deyim, hər hansı bir idman növünə aid hərəkətlərin maksimal tempdə icrası ümumidir, xüsusidir? Xüsusi dözümlük. Xüsusidir. Hərəkətlər yorulma yaratmayan məsafədə icra olunursa ümumidir, xüsusi? Xüsusi. Qəşəng, xüsusi. Yox, hərəkətlər yorulma yaratmayan məsafədə icra olunursa, üzr istəyirəm, hansı hərəkət qabiliyyətdir? O sürətdir. Sürətdir. Sürətin əlverişli yaş dövrü. 11-14. Sürətin əlverişli yaş dövrü 11-14-dür. Eşidilən səsdən hərəkətin başlamağına qədər olan vaxtın ölçüsü. Hamı eynidir. Xeyr, fərqlidir. Silsiləli hərəkətlər qrupuna aid olan hərəkətlər. Tək hərəkətin zət edilir. Aha, bir-birini müvazinətdən çıxarmaq. Çeviklik. Çeviklikdir. Doldurulmuş topların atılması 360 dərəcə fırlanıb tutmaq. Çeviklik. Çeviklikdir. Sonra gimnastika skamyasında müvazinət hərəkətləri. Çeviklik. Çeviklikdir. Gimnastika skamyası üzərində tullanma, təkən sağ ayaqla, yerənmə sol ayaqla. Qüvvə. AB'nin köməyi ilə əlləri irəliləyir. Qüvvə. Dayaqda qolların bükülüb açılmasının neçə icra üsulu var? 3 icra üsulu. Turnikdə dartınmanın neçə icra üsulu var? O da 3 dənədir. Aha, turnikdə dartınma mütləqdir nisbi. Nisbi. Yoldaşı kürəyini alıb aparmaq mütləqdir nisbi. Mütləq. Mütləqdir. Sonra paralel qollarda dayaqda irəliləmək mütləqdir nisbi. Nisbi. Oturuşdan oturuşa hoppanaraq irəliləmək. Qüvvə. Ştak qaldırmaq. Qüvvə. Qüvvədir. Yeni hərəkət tez mənimsəmək, dəyişən şəraitin tələblərinə uyğunlaşmaq. Çeviklik. Dayaq hərəkət aparatı neçə hərəkət qabiliyyətin funksional sistemi hesab olunur? 4 hərəkət qabiliyyətin. Mərkəzi sinir sistemi neçə hərəkət qabiliyyətin funksional 3 sistemidir? hərəkət qabiliyyətin. 3 hərəkət qabiliyyətin funksional sistemidir. Dəm. Sürət. Aha. Düq. Sürət güc. Sürət gücə daxil olan hərəkət qabiliyyətlər hansılardır? Sürət gücə. Sürət qüvvə. Aha. Sürət gücün daxil olduğu. Sürət gücün daxil olduğu 4 dənədir. Sürət qüvvə, çeviklik dözümlük. Aha. Çevikliyə daxil olan hərəkət qabiliyyətlər hansılardır? Sürət güc bək. Çevikliyin daxil olduğu hansılardır? Sürət güc bək. Bir dəqiqə fikrim qarışdı. Çevikliyin daxil Sürət olduğu. bək. Sürətdən bəqdir. Aha. Yaxşı. Ən çox hərəkət qabiliyyətin tərkibinə daxil olan hərəkət qabiliyyət hansıdır? Sürət güc. Qəşəng, sürət gücdür. Müəllim, siz mənə deyin görün, maksimum vaxtda minimum qüvvə təzahürünə hansı hərəkət qabiliyyət deyirlər? Minimum vaxtda maksimum qüvvə, sürət güc. Ay, so bəqin əlverişli yaş dövrü nə vaxtda düşür? 6-11. Aha, 6-11-ə. Yaxşı, fəal əlgənlik böyükdür, qeyri-fəal. Qeyri-fəal. Dinamik hərəkətlər neçə formada təzahür etdirilir? 3 formada. Dinamik hərəkətlər neçə formada təzahür etdirilir? Dinamik hərəkətlər neçə formada təzahür? Dinamik, statik. Dinamik hərəkətlər neçə formada təzahür etdirilir? Fəal, qeyri-fəal. Hə, fəal, qeyri-fəal. Statik hərəkətlər neçə formada təzahür etdirilir? O da fəal, qeyri-fəal. Ay, so o da fəaldır, qeyri-fəaldır. Yaxşı, siz mənə deyin görün, mən bir hərəkətin neçə faizi dinamikdir, neçə faizi statikdir? 40% dinamik, 20% statik. Qəşəng. Xolaylandırma, yellənmə, fırlanma. Dinamik, Qəşəng. Körpü vəziyyəti. statik, Şkaba taşmaq. statik, Statikdir. Doldurulmuş toplarla hərəkətlər. qüvvə, A topu irəlidə əlində saxlayır, B ayağını onun ətrafında fırlayır. qüvvə, Qüvvədir. Yerindən uzunluğa tullanma. sürət güc. Hansı hərəkət qabiliyyətlərdir ki, diaqnostiki KSG zamanı istifadə olunmur? Sürət güc, çeviklik, bir də dözümlük. Dözümlüklü. Hansı hərəkət qabiliyyətlərin BSG-si KSG zamanı istifadə olunmur? Sürət güc, çeviklik. Çeviklikdir. Yaxşı, siz mənə deyin görün, mənim belə deyək də, çevikliyin diaqnostiki və BSG-si nədir? Diaqnost 3-10 metr qaç. Aha, 3-10 metr qaçı. Maili qaçış yolunda sürətlənmələrlə startlar. Maksimal. Nişanlar arasındakı məsafə azaldıqca. Məsafə azaldıqca icra tezliyi artır. Çoxaldıqca. Təkəriyyətin icra tezliyi.